Bizim brauzerimizin, yəni bu JavaScript-in yaddaşa ehtiyacı olur. Hansı ki, bəzən buradakı dataları yadda saxlamaq istəyirik. Habelə biz burada təhlükəsizlik səbəbindən heç bir informasiyanı xaricdə saxlaya bilmirik. Yəni biz brauzerdəki JavaScript vasitəsilə gedib deyə bilmirik ki, ay brauzer, mənim desktopumda get bir dənə misal üçün filan fayl yarat və ya filan faylın içində nəsə yaz və ya filan faylın içindən nəsə oxu. Bunu bizə icazə vermir brauzer. Yaxşı, bəs bu yaddaşa ehtiyac duyduğu zaman nə edir? Yaddaşa ehtiyac duyduğu zaman gedir brauzerin bizə ayırdığı yerdə yadda saxlayır. This storage. Burada biz storage API-ni görürük. API uşaqlar hər şey ola bilər. Web API ilə qarışdırmayın bunu. API dediyimiz şeyin açılımı admin panel interface'dir. Yox, application programming interface'dir. Bunun elə bir şey necə bir şeydir? Biz oradakı kodları əlimizlə yazmırıq. Bizə hazır kodlar verir ki, bunu istifadə elə declaration paradigma kimi. Mən sənin üçün eləyəcəm. Yəni bunu necə yazır? Arxada nə iş görür bilmirik, amma brauzerin özü bizə bu özəlliyi verir. Local storage, session storage və cookie bu üçü əsas storage'lərimizdir. Amma bundan başqa da bir çox storage'lər var. Habelə bu bir API olduğu üçün örnək bunlara başqası indexer.db. Misal üçün Chrome'da bu var, Opera'da yoxdur. Yəni bu brauzer bu API bizə verir, başqasında isə bu özəllik yoxdur, yəni olmaya bilər. Yaxşı, görək bu ümumi nədir? Bayaq dediyimiz kimi əslində bu yaddaşdır, hansı ki bizə datalarımızı yadda saxlamağa imkan verir brauzerdə və brauzeri gedib bağlasam belə bu yaddaşda bunlar qalır. Bunların bir dənə məsələsi var. Bunlar mütləq şəkildə string kimi yadda saxlanılmalıdır. Necə yəni? Yəni mənim obyektim var, mənim array'im var, mənim array içində obyektlərim var, mənim obyektimin özü var, mənim stringim var, mənim number'ım var, dəxlisi yoxdur. Bunlar yaddaşda yalnız string kimi saxlanıla bilər. Dolayısıyla biz bunları həmişə stringə çeviririk, elə local storage-ə, session storage-ə yazırıq. Oxuyanda da string kimi götürürük, onu çeviririk və elə oxuyuruq. Necə yəni? Yazanda daha yaxşı başa düşəcəksiniz. Yənisi deyək ki, mən bir datamı gəlib local storage-ə yazmaq istəyirəm. Yəni istəyirəm ki, bu datam yaddaşda qalsın. Necə eləyirəm? Gedirəm, deyirəm ki, local storage. Local storage-ün uşaqlar bir çox özəllikləri var. Burada görürük. Clear, get item, key-heads, remove item, set item. Lens-dəki head uzunluğu. Local storage-ə deyirik ki, set item. Image-in, daha doğrusu elementlərin set attribute, get attribute özəllikləri var idi. Onu oxşada bilərsiniz. Bir balaca qəribə bir şey mütləq şəkildə string olmalıdır. Set olunacaq olan. Deyirəm ki, mən buraya yazıram value adlı bir şey və ya dəyər olsun. Dəyərimə də deyirəm salam. Adı dəyər. Bəli. İndi bura baxın. Set item'dan veririk, oxuyanda get item'dan oxuyuruq. Gəlib burada mən application hissəsinə baxanda uşaqlar, burada görürəm ki, bəs mənim yaddaşıma salam adlı bir şey yazılıb, belə çirkin yazmamalıydı. Bu dəyər key ilə salam yazılıb. İndi bax bunu silirəm, buna baxın. Yox da düzdür. Həmişə bu yaddaşda qalır. Hətta mən gəlib indi bunu bağlayıram, getdi də şimdi alınacaq. Hələdir qalır. Misal üçün
V3 Schoolsa girirəm. Qrafda bəzi şeylər var da, düzdür, köhnədən girilənlər. Məsəl üçün, loop for-a girək, aşağı qədər gələk, yaddaşda saxladı, aşağı qədər gəlirik, yaddaşda saxladı. Yaddaşda saxladı da mən bunu bağlayıram, belə eləyirəm, geri qayıdıram. Bunu harda yadda saxladı bu zalım? Harda yadda saxlayar? Ay sağ ol. Əgər həqiqətən lokal storage saxlayıbsa bu zalım, mən bunu görməliyəm də, düzdür burada. One error orana baxın. Nə error? Mənim konsoluna baxaq. Course polisilər, cookielər. Əsasən belə şeylər. Ciddi problem deyil yəni. Okey, baxın, lokal sitəsə görə nə qədər şey saxlayırsınız zalım. Okey, gedək keylərindən baxaq, görək. Okey, gəlin bunların hamısını silək. Okey. Hal-hazırda tərtəmiz oldu. Okey, uşaqlar, mənim extensionlarım var. 100% bunu onlara eləyirəm. Deyə bax, V3 School'sun özünü tapıram buradan. Baxın. Burada mənim indi izləməmi gedib yaddaşa verməlidir. Və ya daha sadə başqa bir şey. Data types olsun. Bu formada aşağı düşəndə bax, my learning tracking. Burada hamısını bir obyekt kimi yadda saxlayır bu formada. Bu biraz qəliz örnək oldu başlanğıc üçün, amma yəni bu formada yadda saxlayır. Yaxşı. Mən bu local storage-dən necə can qutara bilərəm? Uşaqlar, local storage gördüyünüz kimi tabı bağlasam da, kompüteri söndürüb təzədən yandırsam da, dəxlisi yoxdur. Çünki brauzerin bizə ayırdığı yaddaşda saxlanılır. Bunun əsasən ölçüsü brauzerə görə dəyişə bilər, amma 5 kilobayt olur. Maksimum ölçüsü ümumi. Yaxşı, mən bunu realda harda istifadə edə bilərəm? Belə bir şey edə bilərəm uşaqlar. Misal üçün gedirəm, deyirəm input. Ay sağ ol. Misal üçün deyək ki, doldurub adam 10 dənəli inputdur. Ay nə bilim, adın, soyadın, şəxsiyyət vəsiqənin seriyası və s. və s. və s. Refresh elədiniz, hamısı getdi və təzədən doldurmalısınız, düzdür? Bu olmasın deyə misal üçün belə bir şey eləyə bilərik. Placeholder deyək ki, misal üçün email. Email refresh deyəndə yadda qalsın. Bunu eləmək üçün uşaqlar nə edirik? Deyirik ki, inputu seçirik əvvəl. Inputun havası kimi. Misal üçün change-ində ya da key yapında olsun. Hər key yapında uşaqlar gedim local storage-ə. Yaşa. Adı value olsun ya da int value. Dəyəri də inputun value'su. Bu formada. Gedək görək kodumuz işləyirmi? Baxın.
Refreşləyirəm. Buradan silinir, amma burada qalır. Hə, indi gəlin biraz başımı işlədirəm, fikirləşirəm ki, bunu götürə də bilərəm. Gəlib deyirəm console local storage get item. Bunun adı nə idi? Imp var. Yəni amma necə? Temp imp var. Bu formada uşaqlar, mən bunu console loga verən kimi buradan dəyərimi görürəm. Hə, indi başqa bir şey göstərirəm. AAA kimi bir şey götürməyə çalışıram. AAA nədir? Null. Yox da əsasın ki. Gəlib deyirəm ki, əgər mənim lokal storage'im boşdursa, yəni null'dırsa, null da false bir dəyərdir. Input'un value'su doludursa, input'un value'su bərabərdir lokal storage'dən gələnin value'suna. Yox, əgər boşdursa heç nə. Buna baxın. Rifat gəldi, bura düşdü. Bağlayıram, açıram. Rifat həmişə buradadır. Yaddaşında nə yazılıbsa, ən son onu qoruyur. Haki refresh edeyim. Okeydirmi? Həmsəz bəzi saytlarda görə bilərsiniz ki, əlin dəydi refreşə, səhifəni bağlanmışdı, amma yenə də sən o dataların orada qalır. Lokal storage-dən istifadə eləməzsən. Lap sayt özü eləyirsəsə belə, lokal storage-dən girib silərsən application-dan. Biz lokal storage istifadə edirik. Eləyəcəksin. Misal üçün, Biz SQL-dən istifadə edirik. Niyə lokal? lokaldan o başqa şeydir, bu başqa şeydir. Hər ikisi yaddaşdır, razıyam. Amma lokal storage browser özəldir, frontdakı yaddaşımızdır. SQL isə backenddə database'in yaddaşıdır. Bu front-end. Hə, yəni bu yaddaş sadəcə browserə aiddir. Yəni mən gedim bu proqramı Opera-da açım. Bu ki ancaq bu browserə aiddir, Opera-da olmayacaq. Gedim telefonda açım, telefonda olmayacaq. Hə, istəyirəmsə ki, datam çox böyükdür və hər yerdə olmalıdır, hə, database-dən istifadə edərəm. Qaldı ki, SQL-də database deyil, sadəcə dildir. Database MySQL-dir, MS SQL-dir. SQL sadəcə onları idarə edə biləsən deyə dildir. Aysa. Okey. İndi gəlirəm heç. Bura ilə bağlı sual var. Bunu daha qısa yaza bilərdim. Aysa. End operatorunun doları. Okey. Yaxşı, indi gəlirəm. Bunu silirəm. Local storage-imi deyirəm clear. Bu formada da silə bilərdim. Local storage-in clear özəlliyi nə edir? Hamısını silir. Local storage-in set item özəlliyi aysa verdiyimiz dəyərə əsasən əlavə eləyir. Misal üçün dəyər ya da array olsun. Salam. Bunu bilə-bilə array yazdım, birazdan görərsiniz. Get item özəlliyi isə verdiyimiz property-yə görə, key-yə görə daha doğrusu bizə imkan verir ki, onu sıxaraq. Yaxşı, bəs silmək istəsəm də clear istifadə edə bilərəm, amma clear hamısını silər. Əgər spesifik olaraq hansını silmək istəyirəmsə, onun keyini yazaram. Sual varmı? Bəli. Yaxşı. Burada bu uşaqların çox qarışdırdığı əsas məsələ. İndiyənə kimi elədiklərim sadə şeylər idi. Yəni, adi string idi. Məsələ bunlara array və ya obyekt yadda saxlamağa gələndə çıxır. Uşaqlar, bunlara set eləyəndə həmişə, yəni mən gedib bunu yaddaşa vermək istəsəm, bu formada vermək olmaz. Niyə? Çünki array. Ay sağ ol. Local storage isə sadəcə string başa düşür. Yəni ona bunu ver, okeydir. Bunu biləcək. Amma bu nədir? Gedək baxaq görək.
Fərqi yoxdur. Yəni o hər şey string olmalıdır bunun. Gedirəm buna array-mi verməyə çalışıram. Gəldi 1 2 3 4 olaraq götürdü. Amma bu array kimi deyil, bu elə olduğu kimi gətirdi. Yəni mən bunu get eləmək istəyəndə uşaqlar, baxın. Mən bunu get eləyəndə bunun artıq nə lensi var, nə buna for eləyə bilirəm. Bunu adi string kimi götürdü. Düz JavaScript deyə error falan çıxartmadı. Elə birbaşa bunu typecasting elədi. Götürdü. İndi gəlin bunu biraz daha mürəkkəbləşdirirəm. Belə bir şey eləyirəm. Və s. Gördüyünüz kimi nə olur? Dəxilsiz bir şey olur. Hətta əvvəl də qəşəng görünsə belə, yenə dəxilsiz idi. Çünki nə lensi var onun, nə başqa bir şeyi. Yəni istədiyim kimi istifadə edə bilmirəm. Hə. Stringdən başqa nə varsa, hətta number belə olsa uşaqlar, siz number set eləyirsiniz, qəşəng formada geri düşür. Amma get eləyəndə o number sizə string kimi gəlir. Yəni 27 sizin bildiyiniz adi 27 deyil. Nəsə toplamaq istəsəz 271 eləyəcək, məsəl üçün 1 ilə toplamaq istəsəz. Okeydimi? Yəni onun yaxşı, bundan necə can qurtarırıq? Baya çox istifadə eləyəcəyiniz, yəni bu cür yox, bizə lazımdır bu cür olmalıdır. Bu formada string kimi. Set eləyən zaman uşaqlar JSON.stringify özəlliyindən istifadə eləyirik. Bu muydu? Bu formada uşaqlar bunu çevirir buna JSON stringify özəlliyi. Hətta burada yazım onu görəsiniz. İlki uşaqlar obyekti, ikincisi nədir? Stringdir. Tamam mı? Yəni bu stringify olunandan sonra buradakı əsl obyekti bizim bildiyimiz type-ına baxsaq bilərik. Digəri isə stringdir. Okeydimi? Yəni bu işimizə yarayır kod olaraq. Amma local storage yadda saxlaya bilmir deyə biz onu belə yadda saxlayırıq. Sual varmı? Yəni də yaddaşa verirsən, yük string formasını sal göndər, götürürsən, CV göndər. Əsmər dərsə var. İndi yaxşı, deyək ki, mən bunu bu formaya saldım. Yaxşı, bunu mən stringdən bunun nə property'si var, nə bir şeyi var. Stringdir çünki. Əgər bunu belə yazsam. Neysə, heç bildi, string kimi. Bunu mən gəlib çağıra bilmirəm. Yəni, bunun deyə bilmərəm ki, const B-nin, misal üçün, sıfırıncısı. Belə şey yoxdur. Yəni, var da, string kimi var. Yəni, gəlib bunu görəcək. Boşdur o. Daha gelib bu rüfəti görməyəcək. Nöqtə neyimi falan. Nə danışırsan? Bu stringdir. Dolayısıyla biz bu formatda local storage-dən get eləyəndən sonra da necə ki bunu JSON stringify ilə stringə çevirmişdik, eyni cürdə JSON parse-la uşaqlar oxumalıyıq. JSON parse-ın içinə biz string olunmuş datanı göndəririk, bu bunu köhnə formatına qaytarır. İndi gedək örnəklə göstərək. Bu formada datamız var. Onu ekrana çıxardırıq. String kimi yadda saxladıq. Yaddaşa verməkdə problemimiz yoxdur. Gülçüsə getdi, düşdü. Oxumaq istəyəndə də gəldi bu formada çıxır. Allah. Gəlib bunu yaddaşa verirəm.
İndi mən burada demək istəyirəm ki, sıfırıncısının neyimi? Niyə işləmir? Çünkü string. Necə düzəldim? Varsın. Gəlirəm bunu get elədiyim yerə deyərəm ki, json.parse bəs local storage. Şu. Bu formada artıq bu çevrilir əsl obyektə, yəni bu formasına və bunun mən sıfırıncısına neyimi deyəndə rüfəti götürə bilirəm. Sual varmı? JSON string file-la mən stringə çevirirəm, JSON parse-la stringdən normal halına, array idisə array-yə, obyektsə obyektə çevirirəm. Local storage-in isə clear oldu, hər şey silir, set item oldu, key-yə value-yə görə data əlavə eləyir. Get item oldu, value-yə görə götürür. Hə, bunun kimi uşaqlar bunun eyni özəlliklərə sahib olanı. Session ID var, session var, sorry. Session storage var. Session storage ilə local storage-in fərqi nədir? Session storage uşaqlar tab bağlananda yaddan çıxır, yanındakını yadır. Session storage, local storage bəlkə yadır. Bir stolun tərqətdə onun. Okey. Session storage uşaqlar tab bağlananda gedir. Local storage ama vecinə deyil. Kompüteri söndür, yandır. Hələ də bu browserin yaddaşındadır. Session ona başlayanda. Session tabda itir gedir, tab bağlayan kimi. Amma local storage RAM kimidir? Özellikleri bəs eynidir. hə, RAM kimidir? Mən başlayanda kompüter yanında yüklənir, sonra söndürüb gedir. tab bağlayanda da gedir. Mən onu session Yox, elə sadəcə bax sessionun qaydası sadədir. Session tab bağlananda itir gedir. tab bağlanır, yoxsa ümumiyyətlə proqram bağlanır. Tab, sadəcə tabın bağla getdi. Həmin tab bağla. Həmin tab bağladığın 2 dənə tabım var. Yaxşı, siz bağladınız. Hə. Siz indi Chrome-da bağlayan son qaydada Chrome açanda orada olur. Yox, gedir. Bağlanır. Refresh elə qalar. Amma belə gedir. Mən bəs niyə istifadə edirəm? Deyirəm də refresh eləndə qalır. Bu şey hissəsi var ha parollarda. Remember me. Remember me-yə basıbsa local storage yazacaq. Remember me-yə basmayıbsa session-a. Ki refresh-də falan qalsın. Amma X elədi səhifəni, çıxdı getdi. Misal üçün, amma yəni əsasən lokaldan istifadə edirik, eyni. Amma misal üçün session-ın işlənmə yerinə bir nümunə bu remember me hissəsi. Yəni orada checkbox-a plus. Hə, o ki parolunu yazırsan ki remember me plus yoxsa no. Və oradakı hə yadında qal, local storage yazırsan ki misal üçün bu nümunə ola bilər. Yaxşı uşaqlar, indi sizə başqa bir şey deyim. To-do listlər yadınızda? To-do listinizin bir dənə boşluğu var idi. Yəni bu adam to-do listini yazdı, qəşəng. İndi səhər duranda baxmaq istəyir ki, girsin sayta, bəs nə bilim, hansıları eləmişəm, hansıları qalıb. Local storage. Ayəcə. Başlayın. Başlayın. Hə. Gedirik bir dənə sürətli to-do yazmağa çalışaq. Gedək deyək ki, bunların heç biri yoxdur. To-do üçün nə ehtiyacım var? Bir dənə form olsun. Bir dənə input olsun. Bir dənə də buton olsun. Həll eləmək üçün. Ya da ehtiyac yoxdur, hər enterdə gedər. Heç də bir dənə də konteyner olsun. Ora hər bir elementimi əlavə edəcəm. Tam o enter edir. Ona enter, yazdığı enter edir. Okey. Aşı söndürdüm. Gəlirəm element. Yardım istedim. Ya, create eləyəcəm. Gedib deyirəm ki, form document query selector form
Ama o da JSON'da da string file sayılmaz. Çünkü o array'e giren. Bir dənə də nə? Container. Okey. Elementlərimi seçəndən sonra uşaqlar, buraları əslində bilirsiniz. Daha yenə də yazıram. Okey. Gedib deyirəm ki, inputumun valuesuna əsasən Private default nə üçündür? sorğu atmasın. Refresh yəni. Ay sağ ol. Varsayılan dəyərlərini silir. Reset sessiz kimi bilməm düşünə bilərik. Sadəcə event Hatta verir. boşluğu çizilir mən deyim. Nə? Hər dəfə sorğu atır. O da burada yenilədir. Private default olmasa bu globus yenilənir də, sorğu atılır. Ha, sonra karşılayalım. Mən bu bir də for one deyil. Yox, başqa özəlliklər də var. Yəni bu prevent default forumda bunu eləyir, amma başqa özəlliklərdə başqa işlər görür. Yəni əslində bu prevent default-un elədiyi nədir? Varsayılan dəyərləri sıfırlayır. Yəni məsəl üçün klik gedib başqa işlər görmək olsaydı, bunu yazan kimi klik sadəcə klik eləyir. Vəsə, başqa işləri getdi. Create element h3 deyirəm. H3 yazıldı. H3-ün ardından H3-ə deyirəm ki, bunun inner text contenti bəs inputun value'su olsun. Onu da gözlərdə deyim. Onu da containerə append edeyim. Okey. Burayla bağlı suallar uşaqlar. Hə. Şo. İndi gedirəm eləyirəm ki, bunlar refreshdə qalsın. Bunların yaddaşda qalması üçün mən xaricdə bir dəyər saxlayıram. Container formundan çöldə yaratdınız, div dairəsi. Bəli. Bu inputun value'sunu sağ Todusa push eləyirəm. İmza verirsin. Və artıq bu Tudusda olmuş olur. Tudusa bu Tudus array-ni mənimsədirəm. Gedək görək nə olacaq. Səhv işləyir. Todusun JSON string file sayılır. Ay sağ ol. JSON string file eləyəndən sonra gəlib yoxlayıram. Bu artıq həqiqətən də array kimi yaddaşda qalır. İşim bitdi burayla. Artıq bunlar həqiqətən də yaddaşdadır. Mənim orada bir tudusdan Hayır, forcing yazdım. Her elementin bir elementi ya da JSON parçaları. Bu lokal storage-də ki keydir. Elementler. Sadəcə burada necə hansı key-nə yadda saxlansın. Bu tudus amma array-in tudusudur. Mən bir şey deyim. Orada Bəli. bir də yenə bir şey yazın saxlayıcı olacaq. O da yox. Hə. Uydu. Yenidə yaranır. Nədir, refresh elədim ona görədir. Görəcək, düzəldəcəm onu. Bu formada uşaqlar yaddaşlar qalır. İndi mənə lazımdır ki, bunlara əsasən yaransın. Hə, yaranması üçün nə edəcəm? Gedib deyəcəm ki, bəs əgər local storage nöqtə get item nə idi bunun adı? Tudus
da nəsə varsa o. Amma bunun nəyi? Pars olunmuş. Əks təqdirdə adisi. Bu formada. Artıq itmir. Hə, yaxşı. İndi mən bu ərliyimi güncəlləmiş oldum. Buradakı kod neynədir uşaqlar? Buradakı kod yoxladı ki, əgər misal üçün nəsə varsa yaddaşda. Nəsə varsa yaddaşda. Local storage get items to do elədi. Baxdı ki, bu nəsə qaytarır, yoxsa null qaytarır. Null qaytarırsa deməli local storage əldə edilməyib. Bomboşdur. Gedir olur boş string. Yox, nəsə varsa, yəni bu bir ərliyi qaytarırsa, hə, oldu bunun dəyəri bu ərlik. Öyle niye yazayım? Onu deyirəm də. Bir şey deyim. Aha. Get item etmişsən, o to-do'sun yanında niyə bir şey etməsin? Yazma. Hansı sətir? 26. 25. Bax, burada terner operatör istifadə etmişəm sadəcə qısa olsun. Necə? Terner operatör istifadə etmişəm ki. Yox, onu bilirəm. Hə. O get itemin içindəki dəyər var, to-do'sun. Aha. Onun yanına niyə bir şey yazmam? Ehtiyac yox. Çünki bunun dəyəri ya nəsə qayıdır, ya da null qayıdır. Null da false dəyərdir deyə. Ehtiyac yoxdur. Hə, razıyam. Belə yaza bilərdim. Amma ya ehtiyac yoxdur da zaten bununla bu eyni şeyə gəlir deyə qısa olsun deyə yazmadım. Amma hə, yaza bilərdin yenə eyni cür işləyər. Item mənim o ərliyim görürəm. Siz onun sual işarəsindən sonra yazdınız. On local storage .get item to-do yazın. Sonra .json karşısında. Okay, ehtiyac yoxdur. Buradakı kodun elədiyi tək bir şey var. Yaxşı, gəlin bir şey if ilə yazın bunu. Bana ortasından yazmışım. Yaxşı olar. Narahatımı qoy bir dənə bitirib. Okay, bu to-do'su alandan sonra bu to-do'da nəsə varsa gəlib bunun içini yenidən yaratmaq lazımdır. Gəlin hətta elə eləyək. Qoyun bunun boşu qalsın. Deyək ki, asan olsun da belə yazdım. Local storage'in to-do'sunda nəsə varsa əgər, yoxdursa elə boş qalır. Amma nəsə varsa bunu götürsün, nəyəsə mənimsətsin. Misal üçün dataya bu formada ya da lokal dataya və bu lokal dataya əsasən getsin, bunları yenidən icra etsin. Bu formada. Gəlirəm indi buranı təmizləyirəm. Deyirəm ki, səhər tez dur, yemək ye. Refreshdə yenə qalır. Tabı bağlayıram, açıram, yenə qalır. Narahat olmayın, hələ çox işi var, bunu düzəldəcəm. Yaxşı. Deyək ki, biz bunu elədik, bitirdik. Diqqət edirsinizsə, burada kod təkrar edirəm də, düzdür? Eyni şeyi yenidən, ay yaşa. Bura value gələcək və bu value-nun əsasına, value-yə əsasən də bəs bunlar olacaq. H3 yaranacaq. Artıq inputun valuesunun yerinə bu olacaq və konteynerə append olunacaq. Konteyner də buradan property kimi götürə bilərdim. Sadəcə bizdə bir dənə to-do var deyə belə yazıram. Amma pure function olsun istəyirəmsə əslində onu da buradan götürməyim məsləhətdir.
Gəlirəm. Create to do item deyirəm. Bunu silirəm. Bunun yerinə bir dənə bunu yazıram. Ki inputun value'su gedəcək. Container'a gedəcək. Eynisini gəlirəm. Burada eləyirəm. Və burada element gedəcək. Refreshdə gəlir. Köhnələr qalmır. Gedirəm, bug'ımı axtarıram. Gəlirəm, nəsə yazıram, enter edirəm. Görürəm ki, köhnə ərriyimə ki, bu yeni gələnlər yazılmayıb. Ona görə belə bir şeylə qarşılaşıram. Qarşılaşmayayım deyə bunu götürüb bu formada edə bilərəm. Və artıq problemsiz yazıram. Hətta bunu daha da qısalda bilərəm uşaqlar. Bayaqki halına salıb. Necə? Yəni onu deyirəm. Daha da qısaldıram. Yox da narahat olmayın, anlayacaqsınız. İndi parça-parça gedəcəm. Götürəcəyiz. Əgər boşdursa, array yox deyilsə, özü və gəlirəm bir dənə buradan bu formaya salıram. Refreshdə saxlayıram. Qalır. Baxaq görək daha da qısalda bilərikmi? Bunları misal üçün götürək. Forumlar gəldi bura. Elementimin create bu hissədə, to-do'sun bu hissədə. Bunu xaricdə yaza bilərdim, biraz daha qısa olsun deyə. Bunun skopkalarını götürə bilərəm, çünki bunu tək sətrə yazmaq olar. Okey. Bu formada həll etmiş olduq. Burada əsas məsələ indi görməyinizi istədiyim bunu funksiyona çıxartmağımdır. Hansı ki, to-do'nu adi formada çıxardım. Hətta gəlin indi buna daha da mürəkkəbləşdirək uşaqlar. Neyniyək? Bəs bunu silmək bacarığı olsun. Okey. Okey. Mən bu adi formada yazıb bitirəndən sonra bu inputun yaranma hissəsini, hətta buraları silirəm. Lokal hissəni təmiz silirəm. Lokalla bağlı heç nə yoxdur. To-do'ya push, nə bilim nə. Bir dənə kodu bu halda oxuyun. Adi elementdir. Push eləmək olur. Gəlir. Nə var burada? Form elementi seçilib. Input seçilib. Container seçilib. Formun submitində e-prevent defaultla varsayılan dəyərlər sıfırlanıb. Və inputun dəyəri sıfırlanıb. Create to do item nədir? Create to do item funksiyadır. Hansı ki bizdən value gözləyir və hansı elementi append olunsun onu gözləyir. Parent deyək. Daha mənalı olsun deyə. Parent olaraq container gəlir bura. H3 yaranır. H3-ün üstünə value'su yaranır. Append olunur. Bura nə mal sual yoxdur ki?
Bu kod aydındır. Hə, gedir indi bunu local storage-lə əlaqələndirməyə. Gəlirəm. Bunlar ki, yaddaşda qalmalıdır. Bir dənə array yazıram. Və hər bu inputumun valuesunu create edəndən sonra bura əlavə edirəm. Sorry, inputun valuesunu. Gəlir, hamısı bunun yaddaşına yazılır. Bu to-do'ya düşür. Sual var mı bura qədər? Yazılıb bitəndən sonra da mənə lazımdır nə? Bəs bunun local storage-ə də yazılması. JSON stringify eləyirəm. To-do'su ardınca da yazıram. Bu formada array kimi yaddaşa yazılır. Refreshdə də qalır. Suallarım bura qədər. Varsa deyin. Okey. Artıq qaldı mənim yeganə məsələm, yəni bunun yaddaşdan oxunması. Əgər varsa. Əgər var olub olmadığını necə bilə bilərəm? Əgər varsa şərtlərimizi oxuya bilmirik. Yox. Bilməliyik də ki, yəni hə də, yəni ki, varsa bu olsun, yoxdursa bu olsun. Buradan deyə bilərik ki, const bu zaten bu to-do's ona gəlib çıxır deyə, bu to-do'sa deyə bilərəm ki, bax, local storage-dən mən get edirəm to-do's adını. Əgər nəsə varsa, get onu parse elə. Tətaba cəmməli eləyim. Bunun əgər bir dəyəri varsa, get parse elə. Yoxdursa, boş string. Ardından bu to-do'sun dəyəri olmuş olur. Yəni, ya boşdur, işləməyəcək, ya da nəsə var. Boş array olsa işləməz. Əgər varsa, create to-do item, bəs hər bir element və contain. Bitdi. İndi başa düşmədiyiniz yeri bildiyin. Son yazdığınız. Okey. Baxın, bu son yazdığım hissədə deyirəm ki, insan olaraq düşünək. Kod yazmaq, JavaScript falan bilmirik. Sadəcə kimsə gəlib kod yaza bilir, amma algoritmi yoxdur. Biz ona deməliyik ki, belə-belə eləsən işləyər. ChatGPT kimi. Misal üçün. Aslında o bilir də, neyse, okey. Deyirik ki, sən bunları yaddaşa yazmalısan. Yaddaşa yazana qədər problem yox idi, düzdür? Bu formun içinə qədər. Yaddaşa yazıb. İndi biz bu hissə olmasa, yaddaşda olmasına rəğmən hissini göstərə bilmirik, düzdür? Deməliyik ki, yaddaşımda nəsə varsa, bu to-do'sun dəyərini yaddaşımdakı dəyər elə. Yoxdursa, elə boş arraydə qalsın. Bu sətirdə bunu eləmiş olduq. Götürdük. Dedik ki, əgər null-dırsa, boş string, yox, null deyilsə, bunun parse olunmuş forması. Yəni o array. Burada sual varmı? Hə. Bu array'i götürmüş oldum. Loga verək. Gəldi çıxdı da bizə çiçək kimi, düzdür?
Hə, so. İndi mən bu arraya əsasən bu tudularımı yenidən yaratmalıyam. Mən ki burada qəşəng funksiya çıxartmışam. Burada tudusun hər biri üçün gedib bunu çağırıram. Konteynerə birləşəcək. Bunu yazıram. Bunlar gəlir. Abi ben de geldim görmedim. Bu niye fordan yazıyorsun? Başa düşülən olsun deyə. For ise yazıyor. Hə, for each ola bilər çətindir və ya biraz daha şey istəyir. Və ya for each ilə yaza bilərdiniz. Yenə eyni cür. Bu formada. Okeydirmi? Bəli. O funksiyalar hep reklamına ait. Aha. Parametrede bir şey işlemiyoruz. Yox əlbəttə ki. Bu ehtiyac duyur ki, buna nəsə gəlsin ki, bu yaradıb ona mənimsətsin. Yəni buna bir input value-dan nəsə bir value gəlməlidir. İkinci olaraq da bir valideyn gəlməlidir ki, bilsin ki, nə iş Bu görməlidir. parametre yukarılanamıyoruz. Sizce güzel. Abi biz tutun ismi sanırım. Necə? Bu parametre parametre. Onun parametrinin biri input value-dadır, ikincisi konteynerdir, biri də burada formun hər bir elementidir və yenə konteynerdir. Yani value, val ve parent yazılanı yukarıdaşlara mənimsemişsiniz. Val və parent yazılan mənimsənilməyib esnəyə. Bu sadəcə funksiyanın parametridir ki, yəni 2 dənə dəyər gözləyirəm. Sum funksiyası yazanda AB kimi. Funksiyası yazmış üstüne. Ben de bir tane söz diyeyim. Ki buradan input gəlməlidir, buradan element gəlməlidir, bəli. Daha oldu. Okay. Bir dənə bunun delete'ini də yazım indi. Daha şeyler gün sezonası lazım. Gedək deyək ki, biz bu elementi silməliyik. Bu zaman gedib deyərik ki, bu elementin on klikində, elə bunun funksiyanın içində verirəm ki, h üçün, misal üçün 10 klikində elə h3-ü remove elə. Bu normalda okey idi. Amma indi deyil. Niyə? Çünki mən gələcəm, baxın. Salamı silirəm, səhər tezdir 2-1. Ama oradan silinir. Ay, sağ ol. Biz onlar tikiye bomb varsa hepsini. Və ya, zaten bunlar ki, lokalda var. Mən sadəcə getməliyəm. Deməliyəm ki, bunun on klikində bəs h3-ü sil. H3-ü silməklə yanaşı get bunu bu array'dən də sil. Bunu silə bilmək üçün bunu letə çevirirəm. Çünki filter metodu istifadə edəcəm. Deyirəm ki, todos filter bəs hardakı x bərabər deyil. Mən indi bu inputun value'su lazımdır. Value yəni. Burada nə olmuş oldu uşaqlar? Baxın. Yazıram. Heç nə olmur. Çünki local storage hələ set eləmək də lazımdır. Hə. İndi buradan salamı silirəm. Səhər tezdir silirəm. Niye oraya geldin? Baxıram hələdir. Silinmədi. Todosun filterini çünki alandan sonra Todosa mənimsətmək lazımdır. Yeni bir array qaytarır. Artıq uşaqlar oradan da silinir. Hani bu neyden zorluyor? Burada nə etmiş oldum? Burada dedim ki, mən filtr eləyirəm, yəni silirəm bu elementi. Bundan başqa hamısı olan yeni bir array yaradıram və onu Todosa mənimsədirəm. Ardından həmin Todosu da local storage-ə yenidən yazıram. Bu formada
buradan da silib təmizləmiş Niye olur. lokal yazıp istemedim ondan sonra? Yazmasam refreşdə yenə qalacaq. Okey, lokalındakı arraydən təmizlədin, amma əsas o yaddaşdır. Narahat olmayacaqlar, bir dəfə yazdınız, ondan sonra çox rahat olacaq sizə. Hətta baxın, buranı da, bu hissələri təkərrarlı görürsünüz. Hər dəfə stringi file təkrar edirəm. Asan da olsun deyə gəlib, misal üçün, bunları da qısalda bilərəm. Yaza bilərəm ki, function local storage set local storage, özümüzdən belə bir funksiya yazırıq. Hansı ki key qəbul edir, bir də value. Bir də bunun qısal yazışam da güya. Gedə todusun yerinə key, value'sun yerinə də bu. Ki özümüzün üçün yazırıq ki daha səliqəli olsun. Ben satmayı size var. Bay bay bakalım. Okey, bu formada ki buraları daha belə qəşəng yazaq da zaten eyni şeyə gəlib çıxacaq, bəli. Değişse ki, Tudus filtrede x'e göre. Aha. Sonra x beraber değilse ben gönderene beraber değilse. Hə, value, hə. Değilse Deyilsə, heç bundan başqası olacaq da. Filtr metodu elə ki, 1, 2, 3 var. Sən bərabərdir, nida bərabərdir yazırsan, 2 yazırsan, sənə 1, 3 qaytarır, 2-ni ixtisar edir. ben gönderene beraberse sen onda onu remove edeyim. Diğeri de beraber değilse. Filtr metodu belə işləyir çünki. Yok. Okey. Filtre bu başka beraber onu işlemiyor. Okey, okey. Yox. Filtr bərabərdir yazsan, sadəcə bərabər olanları göstərəcək. Find'dan Find'dan sadəcə birini göstərəcək. Find'dan silmirsən. Find'dan sadəcə tapırsan. değişik filtrede beraber ben değerine beraber değilse. Aha. Sonra düşüp aşağıdan niye set item edirsin yani? Set item'dan çıkınca sonra Yaddaşa yazılmalıdır da bu. Bax, sənin elədiyin, ben sildiğimi niye yaddaşa yazdım işte? çünki sən arraydən silirsən. Array isə yaddaş demək deyil. Yaddaş, sən local storage sözünü işlətmədiyin müddətcə arrayini daha köçüb öldür, yaddaşda işte dəyişmir. Sən hər əməliyyatından sonra local storage-i bu array-i yazmalısan. Ona görə set edirəm. Bəli. Axırdakı funksiyanı niyə yazmısınız ki? Local storage-i qısa yazmaq üçün. Ki bunu yazmayayım. Qısa olmadı. JSON string faydan canım qutardı da. Daha elə ki, bunu əlinə yazmama ehtiyac yoxdur. Bunu istifadə edirəm. Bu arxada bunu istifadə edir deyə ehtiyacım yoxdur. Yox, mən daha da uzamadım olur. Bu interviewlarda Belə deyək, 2 dəfə yerdə istifadə eləmişəm deyə qısaltda əksinə. Belə sənin gözünə çox gələ bilər, amma misal üçün 10 dənə yerdə local storage Əgər set. çox olsaydı içində kodlar, sağ Hə, misal üçün indiki vəziyyətdə hə, bunu istifadə eləməyə bilərdin. Hə. Okey uşaqlar. Aynen güncellemesi dahiliyi dahilemişler. Yox, mən doldurum siz yazmayandan sonra da nə oldu? Update'ini Benim öğrendim bunu sonra sonra yerine bizim beynimize yüklenmeye çalıştım. Update'ini input'un verirse beraber edersiniz. Yani öyle bir şey oldu. Yox, əlləsəm bug'ım olacaq. Hətta indi elə bir bug'ım var, baxın. Ne var mı? Əgər eynidirsə, Aha. tapdığı ilkini sildi, niyə? Tamam ya, hadi onunla bağlı var. Bunlar bir şeyler. Hə, diqqət edirsə baxın, nə oldu? Boşuştu. Hamısını sildi. Niyə? Çünkü görünür o bir yanedir. Çok Eynidir də, düzdür? Ona görə biz unique ID verməliyik. Ona görə də artıq biz push-u obyekt kimi eləyəcəyik. bayağı o değildi. O ait kontrolünü bize silecek. Adi şeyler değil, dikkat ettirin. ID verməliyik. Okey, 5 dəqiqə dincəlin gəlin.